düzgün qidadan başlayır. D vitamini əlavələri diabetin qarşısını almağa, xərçəngdən ölüm riskini azaltmağa və ümumi ölüm hallarını aşağı salmağa kömək edirmi? Vital adlı tədqiqat D vitamini qəbulunun ürək-damar xəstəliklərini və ya xərçəngi azalda bilib-bilməyəcəyini araşdıran randomizə olunmuş bir tədqiqat idi. Bu araşdırma həmçinin balıq yağını da test etdi və açıq şəkildə göstərdi ki, omega-3 əlavələri ürək-damar xəstəliklərinin qarşısını almaqda təsirli deyil. Lakin normal çəkili iştirakçılar D vitamini qrupuna düşdükdə onlarda xərçəng hallarının daha az olduğu görüldü. 5 il ərzində xərçəngə tutulma riski 24% daha aşağı oldu. Amma artıq çəkili və ya obez iştirakçılarda eyni nəticə alınmadı. Araşdırmada istifadə olunan doza gündə 2000 vahid artıq çəkili insanlarda eyni təsiri yaratmamış ola bilər. Çünki onların D vitamini ehtiyacı daha yüksəkdir. Normal çəki üçün 2000 vahid kifayət edə bilər. Amma obezlərdə eyni qan səviyyəsinə çatmaq üçün gündə 3000-6000 vahid lazım ola bilər. Eyni nəticə dünyanın ən böyük D vitamini və diabet tədqiqatında da görüldü. Prediabeti olan şəxslər gündə 4000 vahid D vitamini qəbul etdikdə diabetə keçid riski 29% azaldı. Lakin bu, yalnız obez olmayan insanlarda təsirli oldu. Bu səbəbdən gələcəkdə D vitamini tədqiqatları hamıya eyni doza yox, qan səviyyəsinə əsaslanaraq aparılmalıdır. Məsələn, döş xərçəngi araşdırmalarında əldə edilən D vitamini səviyyələrinə baxsaq, qadınların D vitamini 60 niqagen bölü millilitr və ya daha yüksək olduqda, döş xərçəngi riski 82% aşağı idi. Səviyyə yüksəldikcə risk də azalırdı. Amma bütün qadınları bir yerdə analiz etsək, bu artıq randomizə olunmuş tədqiqat olmur və nəticələr qarışa bilər. Məsələn, qadınların D vitamini yüksək ola bilər, çünki onlar daha çox günəşdə qaçış edir və idmanın özü də riskləri azalda bilər. Araşdırmanın bəzi alt qruplarında üstünlük olması, məsələn, artıq çəkili olmayanlarda daha az xərçəng halları, obez olmayanlarda daha az diabet, sekundər analiz sayılır. Yəni, araşdırma bitdikdən sonra məlumatlara yenidən baxıb, müəyyən alt qruplarda təsirin olub-olmadığı araşdırılır. Bu, elm üçün normaldır, amma ehtiyatla qiymətləndirilməlidir. Bütün randomizə tədqiqatları birləşdirəndə görürük ki, prediabeti olan şəxslərdə gündə 1000 vahid və ya daha çox D vitamini qəbul etmək diabet riskini azaldır. Diabetin qarşısını almaq üçün aparılmış 3 böyük tədqiqatda ümumi risk azalması təxminən 10% idi. Bəs bütün D vitamini tədqiqatlarını xərçəngdən ölüm riski baxımından birləşdirəndə nə olur? D vitamini qəbul edən şəxslər 3-10 il ərzində xərçəngdən ölmə ehtimalını 13% daha az yaşamışdılar. D vitamini xərçəngə tutulma riskini azaltmır, amma xərçəngdən ölüm riskini azaldır. Effekt kiçik olsa da yenə də faydalıdır. Məsələn, 1000 nəfərdə 24 nəfər ölmək əvəzinə 21 nəfər ölür. Bu nəticə 80 mindən çox iştirakçının daxil olduğu 10 randomizə tədqiqatın analizi ilə təsdiqlənib. Unutmaq olmaz ki, xərçəngdən ölüm riski 13% azalsa da, bu ümumi ömür uzunluğuna təsir etməyə bilər. Çünki D vitamini ürək xəstəliklərinə təsir etmir. Bu isə ölüm səbəbi nömrə 1-dir. Əgər kimsə ürək xəstəliklərindən yaxşı qorunubsa, onda xərçəngdən ölümün azalması daha əhəmiyyətli ola bilər. Kifayət qədər günəş almayan insanlar üçün mən gündə 2000 vahid D3 vitamini tövsiyə edirəm. Gündəlik qəbul vacibdir. Aylıq və ya illik böyük dozalar xərçəngdən ölüm riskini azaltmır. D3 vitamini D2 ilə müqayisədə daha təsirlidir. D3 səviyyəni 75% artıra bilir. D2 isə eyni dozada cəmi 30% artırır. D vitamini kapsulu tozla dolu olsun, yağ əsaslı olsun və ya su əsaslı, fərq etmir. Hamısı qan D vitamini səviyyəsini eyni şəkildə artırır.